İlham Əliyev qoyacağım, İlham Əliyev. En yaxşı prezident kim olar? 1. İlham Əliyev. 2. Eşşək, cənab Boz və Baz eşşək. Boz və Baz eşşək. 3. Qabil Məmmədov. Vallahi billahi İlham Əliyev toplayacaq hadisa 10-15-16%. Cənab Boz və Baz eşşək ya məndən biraz qabaq olacaq, ya biraz sonra olacaq. Niyə? Çünki xalqımızın çox götverəndir. Çünki xalqımız qorxusundan qabil deyə bilmir. Yarısı qorxusundan, hələ xalqın yarısı qabil deyil. Ha, yarısı qabil deyil, bu qədər ölkə silkələnir. Dünya silkələnir. İndi görün, bir balaca İlhamın ayağı bidirəsə, hələ bir balaca da işdən çıxarılmalar, aclıq, səfalət, yoxsulluq, zirzibil. Görün Qabilin reytingi hara vurub çıxacaq, necə vurub çıxacaq. Bir balaca səbirli olun. Vaxt var idi, ha, 4 il, 5 il bundan qabaq nə deyirdim mən? Deyirdim ki, hakimiyyət gec gedərsə, biraz da Əli Kərimli izolyasiya olunarsa, mənim prezident olmağım qarantiya altına alınacaq. Yəni 100% olacaq. Baxın, Əli Kərimli ev dustağı, dalından Əli Kərimli zindan, hakimiyyətin gec getməsi mənim daha da xalqla irtibatımı gücləndirdi. Mən ancaq və ancaq gecə-gündüz bu efirlərdə olmaqdan xalq mənim darağıma da bələddir, ciyərimə də bələddir, ürəyimə də bələddir. Xalq mənim mədəmdən keçəni də bilir. Xalq məni özündən birisi kimi hesab edir. Hala qoyun qırağa başqa troller, muröller, cır-cındır, anasını otelə aparanlar. Anasını qoyur otelə, İlhamın otelinə verdirməyə. Aşağıda troller verir, öz də pul kazanır, maşında oturur belə. Çoxuza ki, anam başı 35 manatda sən qazandın, hə? Mən bir şey başa düşürəm. Mən hər şeyi başa düşürəm, amma bir şey başa düşə bilmirəm. Bir şey, insan özünün həyatına bu qədər laqeyd niyə qalmalıdır? Bir şey deyim mən sizə. Deyil, bal yiyənin poxunu yiy, pox yiyənin poxunu yemə. İndi, qardaş, bu trolləri bildim lan, var. Ay ki, Bentley'də, Rolls-Royce'da gəzirsənsə, hala öyle gününe bile kızdan fırlanırsansa, hala öyle bu restoran benim, o restoran senin değilsense, hayat yaşayırsansa, dünyanı gəzirsənsə, vallahi senin trolluğuna mən pis baxmıram. Bal tutan şeyini yalayar, parmağını. Qabilin 21. parmağını yalayar, hakimiyyətdə olan bal tutanlar ya hakimiyyətin yanındakılar. Amma lakin, belə adam trollük eləmir. Trollük eləyən kimdir? Acından ölən. Güya sanki burada bir Qabilin əleyhinə bir cümlə yazanda, o Mehriban bunu sevəcək. Alyona bunu ağuşuna alacaq. Mehriban buna marojnasını yalatır. Dəli sənsən. Pox yeyə gəldin. Pox yeyə də gedirsən. İndi tutar ki bu hakimiyyət getdi, nə olacaqsan? Bu hakimiyyət o Rəşad Əliyev var, Lənkəranda və başqa troller var. O biri heykələ yerdə daş çakırxan əlirsə, ruhun şad olsun, zaten baslar içər ha. Hamı dəli oldu, Əlizanı söyürdü hamı. İlham Əliyev də bu uğraş kimdir, mən dədəmi söyüb, babamı söydürür. Baslar içər. İndi sözüm indi ondan getmir. Vallahi də, billahi də. Onsuz da İlham Əliyev dönemində bir gün görmədiniz. Bədbəxt köpək uşağı. Sabah mən gələndə nə olacaq? Və yaxud mən sevdiyim kimsə hakimiyyətə gələndə nə olacaq? Açı, intizam polisinin reis sözüm olacaq. Əgər Əli Kərimli prezident olsa belə. Xalqın içini mən təmizləyəcəyim. Təlim, tərbiyə işinə mən məşğul olacaq. Deyəcəksiniz, Qabil, sən söyüş söyürsən. Söyüş söyürəm bu lazım olan sümsüklərə, sürtüklərə, xalqıma zülm eləyənlərə. Yəni, mənim ailəm ən gözəl ailə. Balalarım ən gözəl təhsil alan, çox ciddi ailə başçısıyam. Harda olmuşamsa çox ciddi komandir, rəhbər olmuşam. İstəyir hərbi məhkəmələrdə rəhbər, istəyir orduda müxtəlif vəzifələrdə. Harda olmuşamsa nizam intizam ən üst səviyyədə oldu. Ona görə sabahları rejim dəyişəndə, ölkənin başına da gəlsən, nizam intizam ən üst səviyyədə olacaq. Ola bilsin yenə deyirəm, Əli Kərimli ölkənin başına gələrsə, ya bir başqası sevdiyimiz kimsə, az ki, məndən başqa ora məni qədər güclü bir lideri aday görmürəm. İkinci bir kişi varsa, kişi çoxdur, çoxdur kişi. Məndən də üstün kişilər var. Amma ölkəni məndən yaxşı yönətəcək. İkinci bir adam varsa çıxsın qabağıma. Bax, onunla istəyirsiniz tərsli mexanikadan başlayaq, fizikadan başlayaq, iqtisadiyyatdan başlayaq, istəyirsiniz hərbidən, nədən istəyirsiniz başlayaq? Keçmişdən, gələcəkdən, tarixdən, hansı mövzuda istəyirsiniz? Planlardan, nədən istəyirsiniz başlayaq? Məndən üstün o performans qoysa, zəka, beyin zəkasını qoysa ortaya, mən deyəcəm, bu məndən yaxşı prezident olar. Və sağ ol. Deməsəm şərəfsizəm. Mən o güləşə uduzan deyə güləşçisi güləşə doymaz. Mən el adam deyiləm. Mən uduzanda boynumu alıram.